Ana Vətən Partiyasının sədri sabiq deputat Fəzail Ağmalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb. Qlobali Faza istinadən xəbər veririk ki, 17 aprel 2018-ci ildə yazılan məktubun mətnində bunlar qeyd olunub. Hörmətli Ramiz müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir. Milli dövlətçiliyimizin güclənməsində göstərdiyiniz yorulmaz fəaliyyət və uğurlar arzulayırıq. Ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşı kimi ən çətin günlərdə dövlətçiliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi və onun yüksək inkişaf səviyyəsinə qaldırılmasında müstəsna rol oynayan möhtərəm cənab Prezidentimiz İlham Əliyev siyasətinin həyata keçirilməsində göstərdiyiniz ciddi xidmətlər sizə ölkəmizdə böyük nüfuz qazandırmışdı. Müasir dövrümüzdə ictimai fikir tarixinə, fəlsəfi baxışlar sisteminə bəxş etdiyiniz fundamental əsərləriniz sizə, həm də görkəmli tədqiqatçı kimi cəmiyyətimizdə savnalı alim statusu qazandırmışdı. Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir. Sizə möhkəm can sağlığı, məsuliyyətli və şərəfli işinizdə uğurlar diləyirəm. Qeyd edək ki, bundan əvvəl Fəzail Ağmalı Ramiz Mehdiyevi açıq şəkildə tənqid edən siyasətçilərdən biri olduğunu deyib. Hətta prosesə 2001-ci ildən başladığını, hər zaman Mehdiyevlə mübarizə apardığını, onun əleyhinə çıxışlar etdiyini vurğulayıb. Hatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Akademik Ramiz Mehdiyev barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.